Bu qələbə, bu zəfər təzahürü iki yöndən baxmaq olar. Ən birinci yönü odur ki, bu qələbəyə sevinənlər ölkəsinin qələbəsinə, dövlətinin qələbəsinə, İslamın qələbəsinə, məscidlərin açılmasına, torpaqlarda azanların verilməsinə sevinənlər. Bunlarda bu sevinç təzahür etdi, ortaya çıxdı. Qoşuldular. Kimisi duası ilə, kimisi bəlkə də 1 manatı ilə, kimisi bəlkə də əskərə göndərdiyi bir corabı ilə, nə ilənsə bunu izhar elədi, göstərdi. Kimlərsə içindən partladı, kimlərsə içindən qaynadı, kimlərinsə iç üzləri üzə çıxdı və dedilər, bu zəfər bizim zəfərimiz deyil, filan kəs bizə kömək elədi, bu zəfər bizim zəfərimiz deyil, filan kəs belədi, bu zəfər bizim zəfər deyil. Başladılar zəfərimizə belə ləkə gətirmək istəməyə. Bu da onlarda olan pis təzahürüdür. Yəni onlar öz qəlblərində olan çirki hətta zəfərdə belə çıxartdılar. Allah təala buyurur ki, mutu bi qayzikum. Qəzəbinizdən ölün. Yəni insanlar bu gözəl günlərə, bu ab-havaya sevinməlidirlər, bu şeyə rəğbətlənməlidirlər, övladlarını rəğbətləndirməlidirlər, öyrətməlidirlər onlara. Hansı hakimin başçılığı altında bu qələbə, bu zəfər yəni ərsəyə gəldi. Əskərlərin xidmətinə oldu, şəhidlərimizdən əsaslar, generallar və əsas şəhidlər olar ki, cəsarət, şücaət göstəriblər. Onların adlarını övladlara öyrətmək, onların qəhrəmanlıqlarından bəhs eləmək ki, hətta uşaqlar da bilsinlər ki, bunlar bizim öndərlərimizdir, başda gedənlərimizdir, qəhrəmanlıq simvoludular. Amma yoxsa hamının əməlini küçüd, hamının əməlini küçümsə, bu yəni pis təzahürdür.